Allah Teala Quran-ı Kərimin Ən'am surəsinin 108-ci ayəsində buyurur: "Və la tasubbullezine yed'un min dunillah feyasubbullaha aduvan bighayri ilmin." Peyğəmbər sallallahu buyurur ki, insanlara de ki, Allahdan başqalarının tapındıqları, yəni o vaxtı bildiyimiz kimi müşriklər bütə sapınırdı, bütə tapınırdı. Buyurur, Allahdan başqalarına tapınanları söyməyin. Məsələn, bəzən gördün, təzə o dinə gəlib, İslama gəlib, başlayırdı onların Lat, Mənaz, Uzza, Allah bildiklərini söyməyə. Allah Teala buyurur ki, Allahdan başqalarına tapınanları söyməyin. Fəyasubbullaha aduvan bighayri ilmin. Yoxsa onlar da Allaha qarşı hörmət və ehtiramları olmadığına görə bilməyərəkdən sizin Allahınızı da söyərlər. Yəni, bu din məsələsi ideoloji bir məsələdir. Heç kim öz olduğu məzhəb və dini səhv bilmir. Yəhudi özünü düz bilir, Xristiyan özünü düz bilir, Müsəlman, İslamda olan özünü düz bilir. Yəni, bunların hər biri digərlərini səhv bilir. Peyğəmbər sallallahu buyurdu ki, mənim ümmətim içərisində 73 firqə olar. Onların yalnız içərisində firqatun naciyə, bir dəstə, bir firqə nicat tapanlardan olacaq. Ona görə məzhəbçilik mövzusunda çalışmalıyıq ki, təəssübkeşliyi kənara qoyaq, o məzhəbçilik nəticəsində təkfirçiliyə gətirib çıxarar və nəticədə bir-birimizin dininə, bir-birimizin mənsub olduğumuz səmavi kitabımıza hörmətsizlik etmiş olarıq.